ənlərini sayırıq. Gəlin başlayaq suallara. Sizcə mağazanın ən pozitivi kimdir? Qiymət xanım? Aysən. Bəli, düzdür. Sizcə mağazada ləhcə ilə danışan kimdir? Ayşən xanım? Kimdir? Leyla, Leyla deyil. Bəli, bəli. odur. Sizcə mağazanın ən küçəyəni? Nişanə. Mən? Aa, şaşırdım. Mağazada mahnı oxuyanda yerində dura bilmir. Üçümüzdə. Baba, daha deyim mən. Gəlin getdik digər suala. Mağazada hər gün diyetdəyəm deyib gəzən. Ayşəm, bəli, həqiqətən. Mağazanın arxivi. Aygül. 10 il uşaq. Teşekkür ederim. Mağazaya çox mal gələndə narazı olan. Rəfa. Aytaç. Mağazada video çəkilişlərə meyilli olan. İlahi. Bəli. Mağazada ən çox yemək sifariş verən. Esmira. Bəli, bəli. Daşın. Çünkü KFC'den şöyle. Mağazada universal olan. Yeter. Mağazanın ən sakiti kimdir sizcə? Seni çeliştim. Evet. Elmira. Elmira. Sizcə mağazanın ən qoçağı kimdir? Özüm. Bəli. Daha sonra getdik digər suala. Mağazada gülər üzlü ilə diqqət çəkən. İndi Sevinç xanımdır. Mağazada çəkilişdə səsi ilə tanınan. Nişanə. Mağazanın ən çox danışanı. Leyla kabilesi. Leyla. O Valide. Daha çok varmış, pardon. Mağazada ən çox sual verən. Leyla. Ən çox qrupda qalmaqala səbəb olan. Sen. Ha. Yok. Nurayne. Nurayne dedi bu size baby. Aha, bəli, düzdür. Kızlar tatlı. Getdik digər suala. Mağazanın gedər gəlməzi. Zehra. Düzdür. Benden de. Suallarımız bu qədər. Gelen Allah sizi korusun, gelen əllərdə. Sağ olun. Gələn sonra ən yaxşı müştərilərimizdən danışacağıq, görək. Sağ olun. Instagrama nazir edəcəm, ən yaxşı bəyənən, ən yaxşı izləyən, ən yaxşı yorum yazan. Hediye. Sağ olun, hədiyyə verəcəm, söz verirəm. Biraz da çıxış hələ hədiyyə gizlətməyə, sağ olun. Güzeldir.